Bu həftə Nəğməli Mirasda ötən illərin ən populyar duetinə çevrilmiş Təranə Vəlizadə və Eyvaz Həsənovun yaradıcılığından danışacağıq. Qonağımız əməkdar artist Təranə Vəlizadədir. Şənbə və bazar günləri saat 3-də Araz FM-də. Ay kız saçın ilandır. Oğlan oğlan bu ah yalandır. Ay kız qaşın kamandır. Oğlan oğlan bu da yalandır. Ay kız bəs nə deyim ki, sözüm gəlsin sənin xoşuna. Ay kız bəs nə deyim ki, sözüm gəlsin sənin xoşuna. Oğlan oğlan sen diyen olmaz, elleşme gelsen boş boşuna. Oğlan oğlan sen diyen olmaz, elleşme gelsen boş boşuna. Hər vaxtınız xeyir olsun, əziz Araz FM radio stansiyasının dinləyiciləri. Nəğməli Miras başlayır. Əslində o vaxtın duetlərini araşdıranda bəzən elə duetlər çıxır qarşımıza ki, biz heyrət eləyirik ki, sən demə belə duet olub. Amma elə də duetlər var ki, üstündən uzun illər keçməsinə baxmayaraq, hələ də bax elə 2023-cü ildə dinləyicilər tərəfindən sevə-sevə dinlənilir. O duetlərdən də biri Təranə Vəlizadə və Eyvaz Həsənov duetidir. İstər şirin dilli oğlan, istər məzəli mahnıları və s. və ilaxır kifayət qədərdir və Azərbaycan musiqisində çox dərin izlər buraxıb məhz bu duet və digərləri. Və bu gün də elə bu buraxılışımızı, Nəğməli Mirasın buraxılışını Təranə Vəlizadə və Eyvaz Həsənov duetinə həsr eləmişik. Qonağımız isə təbii ki, Azərbaycan Respublikasının əməkdar artisti Təranə xanım Vəlizadədir. Təranə xanım, xoş gəlib, səfa gətirmisiniz. Xoş gününüzə gəlin. Necəsiniz? Çox sağ olun. Özünüzü necə hiss edirsiniz? Yaxşıyam, sağ olun. Bugün hansı musiqini dinləmisiniz? Mən hər gün dinləyirəm musiqini. Bugün dinlədiyiniz bizim bu yazıya gəlməmişdən qabaq. Öz duetlərimə baxdım, safçürük elədim bugün. Başqa musiqiyə qulaq asmağa zamanım olmadı deyirəm. Çünki bilirdim ki, bugün sizin verilişdəyəm. Ona görə öz musiqilərimizi biraz çözələdim. Çox maraqlıdır. Öz duetlərimizi, Eyvaz müəllimlə olan duetləri hansı hisslər keçirirsiniz dinləyəndə? Nostalji hissim olur. Yadıma düşür hansı məqamda bunları yazdırmışıq, hansı hisslər keçirmişik. O hissləri yenə də yaşayıram. Mən daş olum sen buğla, bir yerdə ola, yan bir yerdə ola. Bir sol nəğməsi çala, bir yerdə ola, yan bir yerdə ola. Mən daş olum sen buğla, bir yerdə ola, bir yerdə ola. Bir sol nəğməsi çala, bir yerdə ola, bir yerdə ola. Mən oda olum sen ocaq, bir alışıq bir yana. Mən quş olum sen budaq, gəl gəl göylərə ucalaq. Gəl gəl göylərə ucalaq, ucalaq biz. Gəl gəl göylərə ucalaq, ucalaq biz. Bir yerdə olaq, bir yerdə olaq, bir yerdə olaq, gəl bir yerdə olaq. Uşaqlığınıza qayıtmaq istəyirəm. İncəsənətə bağlılığınız, musiqiyə bağlılığınız necə özünü biruzə verirdi? İncəsənətə bağlılıq sözsüz o vaxtı hamıda olurdu. Bilirsiniz, ziyalı ailələrdə, mədəni ailələrdə, Bakıda belə bir tendensiya var idi. Axşam olanda hamı yığılırdı. Ola bilər ki, dostlar da, tanışlar da bir evlərin birinə yığılırdı, başlayırdılar. Biri çalırdı, biri oxuyurdu, biri şeir söyləyirdi. Və hər kəsin evində də bir alət olmalı idi, mütləq. Əsasən piano. Piano hamıdır. Bizə ikisi var idi piano. Özdə biz də çalırdıq da, oxuyurduq da. Elə atam özü də piano çalırdı, anam tar çalırdı. Uşaq vaxtı oxumuşdu da. Bacılarım da, biz hamımız oxuyub çalırdıq. Amma bilirsiniz, biz bunu bir hobbi kimi
Məşğuliyyət kimi. Məşğuliyyət kimi. Bilirsiniz, mən heç vaxtı təsəvvürümə gətirə bilməzdim ki, mən musiqiçi olacağam. Baxmayaraq ki, mən uşaqlıqdan 2-ci, 3-cü, 4-cü siniflərdə də xor dərnəklərinə getmişəm və eyni zamanda piano məktəbinə getmişəm. 7 illik pianino dərslərinə getmişəm və musiqi məktəbini də bitirmişəm. Eyni zamanda 189 nömrəli tam orta rus məktəbində təhsil almışam. O vaxtı rus məktəbində təhsil almaq dəbdə idi. Ziyalılar çoxu evladlarını rus məktəblərinə yönəldirdilər ki, bilirsiniz, rus dili dövlət dili idi. Hətta biz bir arayış da yazanda rus dilində yazırdıq. Ona görə Azərbaycan məktəbini bitirən bir balaca çətinlik çəkirdi. Gərək tərcümə ilə məşğul olsun. Amma belə idi ki, biz məktəbdə həm Azərbaycan dilini öyrənirdik. Azərbaycan dilini deyəndə məişət dili yox. Məişət dilini biz evdə də bilirdik, anamızdan, atamızdan öyrənirdik. Amma ədəbi dili, qrammatikasını biz məktəbdə öyrənmişik müəllimlərdən. Eyni zamanda rus dilində mükəmməl öyrənmişik. Çünki rus məktəbində təhsil almışıq. Bizim üçün asan idi. Eyni zamanda başqa əcnəbi dildə bizə öyrədirdilər. Əsasən Alman, fransız, mən Alman dilini dili keçmişəm. İnanın ki, mən məktəbi bitirdim. Mən qastrol səfərlərinə gedəndə Almaniya, birinci qastrol səfərim Almaniyada idi. Onda mən trapdan düşəndə gördüm ki, Alman dilində danışırlar. Gördüm, hər sözü başa düşürəm. Hər sözü başa düşürəm. Hətta mən sual cavab eləyəndə də mən başladım onlarla danışmağa. Gördüm ki, əməlli başlı danışıram. Mən məktəbdə oxuyanda mən bilmirdim ki, mən Alman dilini bilirəm. Amma Almaniyaya gedəndə hətta orada da bir 15-20 gündə qaldıq. Lap dəqiq öyrəndim. Siz kimi dinləyirdiniz o vaxt ən çox? Mən 3-cü, 4-cü sinifdə Zeynəb Xanlarova üçün əldən gedirdim. O qədər sevirdim onu. Üzr istəyirəm, biraz buradan da salam söyləyək. Bəsit danışdım, amma o düz sözümü danışdım. Çox sevirdim onun mahnılarını da, özünü də. Ondan sonra birisiz biraz puxtələşdim, böyüdüm. Ondan sonra məktəbi bitirdim. Məktəbi bitirəndə 8 illik şəhadətnaməmi Asa Hüseynallı adına Musiqi Kollecinin muğam bölməsinə təqdim elədim və daxil oldum və 10 illik attestatımı da Bakı Dövlət Universitetinin Ədəbiyyat, Filologiya fakültəsinin, Ədəbiyyat və Rus dili fakültəsi, çünki rus dilli idim də. Bəli. 2 təhsil ocağına daxil oldum. İkisinə də birdən. Çox əziyyətlə, zillətlə oxudum. Bəli, oxudum bunları. Mənə maraqlıdır. Muğam bölməsinə siz sənədlərinizi təqdim elədiniz. Azərbaycan dilində, bəli. Rus dilli ola-ola. Bəli. Muğamdakı çətin tələffüz olunan sözləri çox. Necə öyrəndiniz? Orada Füzulinin qəzəlləri var. Orada Vahidin qəzəlləri var. Şeydəzim Şirvaninin qəzəlləri var. Bilirsiniz, gənclik sinə gəlir də hər şey. Çətinliklə, amma buna nail oldum. Bəli. Müəlliminiz kim idi? Müəllim Nəriman Əliyev böyük xanəndə idi. Bəli. Mənə belə gəlir onun üzərinə çox yük düşmüşdü siz öyrədənə qədər. Çox yük düşdü, amma öyrətdi məni. Bir məni yox, bütün vallah deyim sizə ki, onun tələbələri hamısı məşhur müğənnilərdir. Can Əli Əkbərov, mənim yoldaşım Eyvaz Həsənov, Ağaxan Abdullayev, Səriyə Hüseynova, bir gözəl müğənnilər yetişdirdi. Amma çox çətindir rus dilli bir insana Füzulinin qəzəlini muğam üstündə ifa etdirmək. Bəli, amma iş oradadır ki, mənim anam ədəbiyyat müəllimi idi, Azərbaycan ədəbiyyat müəllimi idi. Universitetdə işləyirdi. Anam mənə də çox şeyləri öyrədirdi. Ayızı çox sevir nişanlı qızlar, neçə toy qurulur, nəyiniz düzəlir. Bu fəsli həsrətdən gözləyənlər var, İntizar gəmisi sahibə gəlir. Bu fəsli həsrətdən gözləyənlər var, İntizar gəmisi sahibə gəlir. Sevənlər tapır saadətini, ucalır musiqi sürü gözəllər. Ömrümüz təkşirin toy şərbətini, bayram süfrəsinə düzür gözəllər. Sevənlər tapır saadətini, ucalır musiqi sürü gözəllər. Ömrümüz təkşirin toy şərbətini, bayram süfrəsinə düzür gözəllər.
Sizin valideynləriniz sizin müğənni olmağına necə baxdılar? Problemsiz olmur. Sözsüz ki, hər ailə başçısı istəyər ki, onun evladı o vaxtı özdə dəbdə idi. Həkim, həkimlər, müəllimlər. Razıyam mən sizə. Atam istəyirdi ki, mən həkim olum. Ondan sonra anam da istəyirdi həkim olum. Əvvəli mən istəyirdim ədəbiyyatçı olum, müəllim olum. Hətta mən alim olmaq istəyirdim. Çünki bilirsiniz mənim yazılarım da var idi. Ədəbiyyatı mən məktəbdə çox gözəl bilirdim. Humanitar fənlərdən mən əlaçı olmuşam. Başqa fənləri deyə bilmərəm. O yalan olar. Amma ki ədəbiyyatı, rus dilini, alman dilini, Azərbaycan dilini mükəmməl bilirdim, yaxşı bilirdim. Yazılarım da var idi. Hərdən bir hekayələr yazırdım, hərdən bir şeirlər yazırdım. O şeirləri oxuyurdum müəllimlərimə, ədəbiyyat müəllimlərimə. Onlar deyirdi ki, sən mütləq ədəbiyyatçı olmalısan və gələcəyin alimi olmalısan. Və sizi də həvəsləndirirdilər. Həvəsləndirirdilər. Sözsüz ki, indi uşaq şeirləridir də. Amma bilirsiniz, hətta mən Pioner qəzetinə də yollayırdım, Pionerskaya Pravdaya yollayırdım. Şeirlərimi üçlü qoyurdular, birini saxlayıb dərc eləyirdilər. Gizlin getdiniz, verdiniz universitetə sənədlərinizi? Mən universitetə gedəndə bilirdilər evdə. Mən 5 ilə daxil oldum özdə. Universitetə, bütün fənlərimlə, dil ədəbiyyat fakültəsinə. İlk dəfə sizin ifanızı valideynləriniz harda eşitmişdilər? İlk dəfə televiziyada eşitdim. Problem oldu? Problem olmadı, amma dedim ki, bu mənim hobbimdir. Onlar elə bilirdilər ki, mən Asaf Zeynali fortepiano fakültəsinə daxil olacağam. Amma belə oldu ki, fortepiano fakültəsi dolmuşdu. Ona görə mən sənədlərimi verə bilmədim ora. Ay, sağ olun. Amma elə oldu ki, məni qəbul elədilər, yoxladılar. Düzdür, mən muğam oxumurdum, amma mahnılar oxuyurdum da, Azərbaycan dilində. Xordan gəlmişdim axı. Təbii. Xor bilirsiniz, səsi rəndələyir. Xorda gedən uşaqlar müğənni olmaq üçün onlar üçün çox asan bir yoldur. Çünki qavrama qabiliyyəti çox yüksək olur. Xorda. Birinci, ikinci, üçüncü, dördüncü səsləri əhatə edirsən, götürürsən və anlayışın olur. Deməli, ifaçı kimi puxtələşmək üçün xorun önəmi. Xor çox gözəl məktəbdir. Ay, sağ olun. Xordan sonra heç sənə səsivi qırtlaqdan çıxardıb, boğazıva otuzduran müəllim lazım deyil. Çünki xor istər-istəməz bunu edir. Üstəlik də ki, muğam. Muğam elə bir xilqətdir, elə bir yüksək bir ündür ki, onun taxtı tavanı kosmosa, göylərə söykənir. Muğam oxuyana heç pastanovka qolusa lazım deyil. Səs otuzdurmaq lazım. Səs otuzdurmaq lazım. Çünki muğam özü səsi rəndələyir. Üstəlik də mən necə deyirlər, xordan gəlmişdim. Xor rəndələyib məndə absolut nusluq idi. Ona görə məni götürdülər Asaf Zeynaliyə. Mənim qavrama qabiliyyətim skripka çalanların qavrama qabiliyyətinə bərabər idi. Ona görə müəllim məndən çox çətinlik çəkmədi. Nə dedi? Qavradım. Nə dedi? Qavradım. Bir balaca mənim üçün o xırdalıqlar, milizmalar çox çətin idi. Onu da ki zaman üzərində işləyənə qədər işlədim üzərimdə. O da Azərbaycan musiqisi bilirsiniz çox böyükdür, çoxdur. Bunu əhatə eləmək mümkün deyil. O Sakrat demişkən nə qədər bilirəm ki, heç nə bilmirəm. Yenə bahar gəldi, yenə gül açdı. Susanlar çeşmeler həzədir açdı. Yenə bahar gəldi, yenə gül açdı. Susanlar çeşmeler həzədir açdı. Çiçək açmış könlümüz, bahar sənsən baharına, durar bugünümüzdə. Çiçək açmış könlümüz, bahar sənsən baharına, durar bugünümüzdə. Eyvaz müəllimlə tanışdınız. O da bizim kollecdə oxuyurdu, amma o axşam şöbəsində oxuyurdu, Cənali Əkbərovla oxuyurdu. Sənət dərslərimiz bir yerdə, bir auditoriyada keçir. Bizim bütün 1-ci, 2-ci, 4-cü, 5-ci kurslar hamısı bir yerdə sənət dərsləri keçirdilər. Bu sənət dərsləri bir yerdə keçmək bizə çox xeyir verirdi. Çünki biz hələ
naşı tələbələrdə, birinci kursun tələbələri biz baxırdıq, dərs alırdıq onlardan, baxırdıq, görürdük. Biz bir müəllimdən dərs almırdıq. Biz oxuyan tələbələrdən də Tələbə yoldaşlarımızdan da alırdıq. Görürdük ki, onun səhvi var, onun müəllim onun səhvini düzəldəndə biz də özümüzü o səhvi düzəldirdik. Belə puxtələşirdik. Günlərin bir günündə bir kitabça bağışladı mənə, şeir kitabçası, özü də şeir yazırdı. Elə gözəl şeirlər yazırdı. Nə deyim, vallahi mən onun şeirlərini eşidəndən sonra özümün cızmaqaralarımı çırp tulladım, heç kəsə demədim ki. Nahaq yeri göstərərdiniz də, deyərdiniz məndə də var. Yox, bilirsiniz, çünki onunki daha yüksək idi. Onunki əsl şeir idi. Mənimki birisi ürək püskürtüləri idi. Birisi axı şeirdə fəlsəfə olmalıdır. Razıyam. Şeirdə məzmun olmalıdır. O məzmunu, o fəlsəfəni mən onun şeirlərində gördüm. Ümumiyyətlə mən ədəbiyyatçı idim. Ədəbiyyat fakültəsində oxuyan tələbə sözsüz ki, şeiri də gözəl bilir, ondan sonra nəsri də gözəl bilir, ondan sonra qalaq-qalaq kitablar oxuyub, fəlsəfəni də bilir. Sizdən bir söz soruşum. Buyurun. Bunun sirrini mən bilmək istəyirəm sadəcə olaraq. Azərbaycan musiqisində duetlər kifayət qədərdir. Amma duet sözünü deyəndə Azərbaycan musiqisində duet, Təranə Vəlizadə və Eyvaz Həsənov ilk ağla gələn adlardan biridir. İlk ağla gələn. Nədir bunun sirri? Deyim sizə də. Buyurun. Duet İtalyan sözündəndir. Duetto, birlikdə oxumaq. Bir də duet özü də alman sözüdür. İki adam birlikdə oxumaq. Bizdən əvvəl dəyişmələr var idi. O dəyişmələri karifey sənətkarlar hələ mənim yaşımdan qabaqkılar da oxuyub, mənim vaxtımda da oxuyublar. Böyük sənətkarlar ki, mən onlara pərəstiş etmişəm. Onlarınki dəyişmə idi. Oğlan oxuyur, qız oxuyur. Oğlan oxuyur, qız oxuyur. Bir yerdə oxuyanda da unison oxuyurdular. Yəni ki, bir not üstündə oxuyurdular. Amma biz əsl duet oxuyurduq. Yəni iki səsli. Birimiz tersiya, birindən ya yuxarı, ya aşağı oxuyurduq. Və əsl duet odur. Deməli, buna görə, bu sirrə görə fərqləndirir. Qulağa yatımlı daha çox olur. Bəli. Bir mən yox elə bütün müğənnilərdə var ki, iki səsli oxuyur. Mən çalışıram o iki səsli oxuyanda tersiya yuxarı, ya aşağı oxuyayım ki. Tersiya nədir? Dinləyicilər qoy bilsinlər. Tersiya bir ton yarım yuxarı, ya aşağı. Ay sağ ol. İndi anladım. Birinci kimdən gəldi ideya ki, duet yazdıraq? Deyim də sizə, mənim deməli həyat yoldaşım mənə ürəyini açandan sonra elə oldu ki, necə deyirlər, onlar sözsüz ki, elçiləri göndərdilər bizə. Biz nişanlı qaldıq bir il təxminən. Ondan sonra evləndik. Asaf Zeynallı adına musiqi kolleci bitirmişdik. Yoldaşım da İncəsənət İnstitutunu bitirmişdi eyni zamanda. Mən isə Bakı Dövlət Universitetinin 3-cü kursunda oxuyurdum. Sizin hərənizin solo karyerası var idi duetdən qabaq? Mənim var idi. Sizin var idi. Hətta qastrol'a dediniz gedirdik. Bilirsiniz necə oldu? Deyim də sizə. Mən Asaf Zeynallıya daxil oldum. Bir il keçdi. Təxminən imtahanda Ceyran Haşimova, Lalə Qızlar Ansamblının rəhbəri məni gördü, zalda əyləşmişdi, bəyəndi məni. Düşürdü məni səhnədən, dedi ki, mən səni dəvət eləyirəm mənim ansamblıma. Lalə Qızlara. Lalə Qızlara. Ondan sonra mən 5 il o Lalə Qızlarda oxudum. Lalə Qızlarda oxuyanda bilirsiniz, özü çox populyar bir ansambl idi. Çox populyar bir ansambl idi. Mən də çox populyar bir müğənni idim orada. Hər adam düşə bilməzdi o ansamblə. Razıyam. Dam ulduzu kimi məsələn. Ceyran xanım özü məni dəvət elədi, özü xoşladı. Sonra bir ay, 2 ay mən orada oxuyandan sonra məni solo konsertlərim başlandı. Bilirsiniz, necə deyirlər, bir şöbə mən oxuyurdum, bir şöbədə qızlar oxuyurdu. Gələn kimi mən solist oldum. Hər ay filarmoniyada biz konsert oxuyurduq və Heydər Əliyev sarayında da hər ay oxuyurduq. O qədər adam gəlirdi. Anşlaq, peri anşlaq. İnanın, o qədər də adam filarmoniyanın küçəsində dururdu, dəhlizində dururdu. İnanın ki, musiqi başlayan kimi mən gedirdim, sakitcə açırdım qapıları, buraxırdım cama. Deyirdim, gəlin, biletiniz yoxdur, gəlin, özünüz baxın. İnanın, gəlirdilər belə. O qədər adam var, ayaq üstə durmağa yeri yox. Deyirəm, bəlkə o tamaşaçıların arasında Eyvaz müəllim də olub. Yox, sözsüz ki, mənim konsertlərimə o da gəlirdi. Onun konsertlərini mən də gəlirdim. Evlənmədən qabaq, sonra? Yox, evlənmədən qabaq mən hamının konsertinə gedirdim. Bizim yoldaşlar oxuyanda biz gedirdik, ona baxırdıq. İbrət dərsidir, dərs alırdıq. Muğam ifaçılar oxuyanda mən həmişə oradaydım.
ki görüm bunlar necə oxuyurlar. Görüm mən nətər oxuyuram, bunlar necə oxuyurlar. Bunlardan da dərs alırdım, dərs Təbii götürdüm. ki. Çünki muğam improvizədir də. Muğamda yalnız struktura var, skeleti var muğamın. Ondan sonra özün onu bəzəyirsən. Özün necə ürəyin var, necə səsin, Ruhun necədirsə elə. ruhun necəsə elə. Ona görə çox maraqlı idi. Məsələn, Segahı hərə bir cür oxuyur. Heç kəs Segahı eyni cürə təkrar eləyə bilməz. Razıyam. Elə heç bir muğamı eyni cürə təkrar eləmək mümkün deyil. Hərənin öz dəsti xəttini Hərənin qatmalıdır. öz qabiliyyəti, ruhu, beyni necə işləyirsə, Qavrayırsa, ruhu necə onu qəbul edirsə bəli, elə. hamısı bilsiz beyindən gəlir. Razıyam. Beyindən gəlir ruhumuza. Ruhdan da ruh gəlir, keçir ürəyə, ürəyi təlatümə gətirir. Ondan sonra qalxır yuxarı səs Səs- tellərini hərəkətə gətirir. Ondan sonra biz dəhanımızdan çıxarırıq. Ulduzlar qatar qatar, gecənin gözü xumar, ayın da ulduzundur, bir şirin yuxusu var. Səs səmirdən yox əsən, nura qərq olur şəhər, bizdən ötürü yollayaram, dikib gözünü səyər. Vaxtır daha ayrılar, gecəniz xeyrə qalsın. Vaxtır daha ayrılar, gecəniz xeyrə qalsın. Mürgüləsin bahçama, mürgüləsin dərədə, şirin xəyaladı alsın. Mürgüləsin körpələr, yuxunuz şirin olsun, gecəniz xeyrə qalsın. Mürgüləsin bağçaba, mürgüləsin dərədə, şirin xəyala dalsın. Mürgüləsin körpələr, yuxunu şirin olsun. Gecəniz xeyrə qalsın. Kim təklif elədi ki, gəl duet oxuyaq? Siz yoxsa Eyvaz müəllim? Yox, nə mən, nə Eyvaz müəllim, bəstəkarlar özləri. Hansı bəstəkar? Nəriman Məmmədov, Allah ona Allah qəni-qəni rəhmət rəhmət eləsin. Birinci dueti o yazdı. Hansı mahnı idi? Hər yan çəmən-çəm, hər yan çəmən-çəmən-zar, hər gülün bir ətri var. Bax, bunu biz oxuduq. Aha. Tez qavradıq, çünki segah üstündədir, çox asandır. Amma sözsüz özəlləşdirmək lazımdır. Bunu özəlləşdirəndə çətindir. Hətta bizim uşaqlar həmişə deyirdi, məşq olmasa varlıq bütün əfsanədir. Razıyam, Məşq razıyam. olmasa. Doğrudan da məşqsiz olmaz. Bir mahnı üzərində neçə gün məşq edirdiniz? Mən əvvəllər bir ay, 2 ay Bir mahnı üçün. bir mahnı Ne? əziyyət çəkirdim. Çünki onu özəlləşdirib oxuyurdum da. Onun nə var ki, musiqisini qavrayıram. 5 dəqiqə qavramaq olar. Sözlərini də nədir 3-4 dəfə oxuyursan, necə deyirlər, şeirdir də, bunu əzbərləməyə nə var ki? Oxumağı da oxuyursan, amma o oxumaq deyil. Oxuyanda sən onu özəlləşdirməlisən. Sən onun Hisslərimi qatmalısan, ruhumu Sən o qatmalısan. mahnının daxilinə daxil olmalısan. Sən o mahnının daxilinə girməlisən. Onu daxilindən çıxarmalısın. Bunun üçün də məktəb keçmək lazımdır. Sözsüz. Hiss. Məktəbdən savayı özünün gərək beynin, əsas beyindir. Razıyam. Mən beyin sayıram. Səs də lazımdır, ürək də lazımdır, əsas beyindir. Bir də ruhdur. Neçə mahnı ifa eləmisiniz Eyvaz müəllimlə? Bir 15-20 duetimiz var təxminən. Varmı elə duetləriniz ki, hələ də işıq üzü görməyib, səslənməyib heç harda? Yox, onları yoxdur. Hamısı Amma səslənib. vaxtında səslənib. Hər yan çəmən, çəmən zar, hər gülün bir əhli var. Hər yan çəmən, çəmən zar, hər gülün bir əhli var. O güllərin birini, o güllərin birini, gəlsən üçün, gəlsən üçün, özüm yar yar. Gəlsən üçün, gəlsən üçün, özüm yar yar. Lalenin bağı qandı, bənəfşə pərişandı. Lalenin
perişandır. Üzme üzme amandır, üzme üzme amandır. Bülbül bizden inciyer. Üzme üzme amandır, üzme üzme amandır. Bülbül bizden inciyer. Ay dodağı tüstəsən, gör bir nə həvəsləsən. Ay dodağı tüstəsən, gör bir nə həvəsləsən. Çıxmaram bir sözümdən, çıxmaram bir sözümdən. Canımı canım istəsən sən, canımı canım istəsən sən. Oğlan uzağa gitme, ben de ötüne gitme. Oğlan uzağa gitme, ben de ötüne gitme. Canla zarafat etme, canla zarafat etme. Ömür bizden inciye. Ailə qurandan sonra Lalə ansamblından çıxdım. Ayrıldınız. Lalə ansamblında da biz çox əyalətlərə də çox getmişik. Ondan sonra Qastrol səfərləri olub Qastrol sizdə? səfərləri çox olub. Demək olar ki, SSR dövlətlərin çoxunda olmuşuq. Ən çox əyalətlərə getmişik. İnanın ki, elə bir sıldırım qayanın üstündə elə bir kənd yoxdur ki, orada biz necə deyirlər, konsert oxumayaq. Elə vaxtı olurdu ki, zalda izdiham yerləşmirdi. Çıxırdıq dışarı, iki lafeti birləşdirib kolxozda səhnə düzəldirdik. Mikrofonla, hərdən bir mikrofon da olmurdu. Mikrofonsuz qızmar günəş altında, qar, yağış altında biz öz konsertimizi yola verirdik. Özdə bilirsiniz, konsert saat yarım olmalıdı. Bizim konsertimiz 3 saat keçirdi. Oo, çox çətin. Ayaq üstə dayanırdılar tamaşaçılar. Hansı kolxozdan gəliblər, hansı rayondan gəlib. Başqa rayon, bir də görürsən 500-600 adam yığılıb. Bilirsiniz, nə qədər alqışlayırlar, nə qədər sevgi var idi musiqiyə. Sənətdir də, bu sənət. Özdə canlı idi. Fonoqram yox idi. O vaxt var idi, amma biz istifadə eləmirdik. Mən indi də utanıram fonoqramla oxumağa. Sizə bir söz Bir deyim. məclisə də gedəndə canlı oxuyuram. O səhnədən iki lafeti birləşdirib səhnə düzəltmə, indi sizə bir söz deyim. O gün bu yeni çıxan gənc ifaçılardan biri dəvət ediblər harasa. Gəlib deyib ki, bu səhnənin işıqları mənim xoşuma gəlmir. Ya bunu dəyişirsiniz, ya mən oxumuram. Biz işıqsız yerdə də oxuyurduq, işıqlı yerdə də Budur, oxuyurduq. məsələ. O vaxt tamam bambaşqa bir zamanı idi. Biz sənət fədaisi idik. Ay sağ olun. Bizə əsas sənət lazım idi və xalqın sevgisi lazım idi ki, xalq bizi sevsin. Sevirdi də. Deyir Bakir, elə bir dürr yarat, xalq səni sevsin. Xalq sevsə sənətkarı ona dağ bata bilməz. Ay şöhrətim şanım mənim, halı pərişanım mənim. Ay şöhrətim şanım mənim, halı pərişanım mənim. Ki sev məndən özgələrdən, məni soruşanım mənim. Ki sev məndən özgələrdən, məni soruşanım mənim. Sən dönsən də mən dönmərəyəm, günəş sönər mən sönmərəyəm, günəş sönər mən sönmərəyəm. Sən dönsən də mən dönmərəyəm, günəş sönər mən sönmərəyəm, günəş sönər mən sönmərəyəm. Əzabından deyilmərəyəm, var böyle nişanım mənim. Əzabından deyilmərəyəm, var böyle nişanım mənim. Bəstəkarlar musiqiləri sizə təqdim edirlər, yoxsa siz özünüz seçirdiniz? Bəstəkarlar təqdim elədilər. Necə seçirdiniz? Sözsüz seçim də var idi. Necə seçirdiniz? Seçim də Nəyinə fikir verdiniz? Melodiya, qəlbimizə sözlə. uyğun olan, hər kəs öz ruhuna görə, qəlbinə görə seçir də, sözsüz. Sözünüz çəp gəlmirdi ki, mən bunu bəyəndim, sən bunu bəyənmə. Yox. Biz musiqidə bilirsiniz o qədər
vəhdətli idik ki. Evdə ola bilər nəyisə bu çayı bəyənməyim, bu Yox, o xörəyi ayrı. bəyənməyim, o ayrı şeydir. İncə sənət, musiqidə. O bütün ailələrdə olur. Amma musiqidə bizdə bilirsiniz elə bir harmoniya var idi ki, elə bir vəhdət var idi ki, biz bir-birimizi tamamlayırdıq daha doğrusu. Duetlə bahəm başqa mahnılar da oxuyurdu. O tək mahnı da oxuyurdu, mən də tək oxuyurdum. Solo. Amma nəysə xalq dueti daha çox sevirdi. Hərdən mən dilxor olurdum ki, ay necədir? O da məsələn bir pəjmurda olurdu ki, niyə mən tək də oxumaq istəyirəm? Deyirəm bax tək oxu, mən də tək oxuyum. Amma duet oxuyanda bilirsiniz hamı ayağa qalxırdı, elə əl çalırdı ki, nə bilim indi tamaşaçının zövqüdür də. Duet oxuyanların arasında sevgi də olmasa rəğbət olmalıdır. Mütləq. Bir-birlərini tanımalıdırlar. Bir-birlərini başqa cür yaban olur. Bir sən özün üçün oxuyursan, mən özüm üçün oxuyuram. Bax belə olur. Amma sevgi olanda və yaxud da rəğbət olanda, lap bilirsiniz bacı-qardaş da gözəl duet oxuya bilərlər. Çünki onlarda rəğbət var. Razıyam. Bir-birinə, sevgi var bir-birinə. Bilirsiniz başa düşmək var. Ünsiyyət olmalıdır. Ay sevgilim çağır məni, gəlim sizə qonaq olum. Əsim səhər yeli kimi, terində daraq olum. Durulum dağ gölü kimi, çağlayım yaz seyri kimi. Əsim səhər yeri kimi, terində daraq olum. Sevgim küsməkə, nədir günahım mənim, ümidimi üzməkə. Sən pənahım mənim, sevgilim sevirəm. Sən qanadım mənim, sevgilim sevirəm. Sən həyatım mənim. Sizin dan ulduzuyla da Dan ifalarınız ulduzu olur. ilə də mən demək istəyirəm ki, Allah rəhmət eləsin Gülarə xanım Əliyevaya çox gözəl necə deyirlər, Bir rəhbər sənətkar idi, idi, rəhbər idi, gözəl bədii rəhbər idi. Gülarə xanım Əliyeva özü mənə zəng elədi, özü Baxın. çağırdı məni. İndi səsləndirdiyiniz duetlərin 5-i 6-sı elə dan ulduzu ilə yazılıb. Bəli. Ondan sonra mən tək özümdə dan ulduzu ilə çox oxumuşam. Eyvazda özü dan ulduzu ilə oxuyub. Bir də ki mənim xarici qastrol səfərlərim olub dan ulduzu ilə. Olub, hə? Bəli, gözəl səfərlərim olub dan ulduzu ilə. Avropaya getmişik. Düz deyirlər, musiqi sərhəd bilmir. Musiqinin dili yoxdur. Biz gəlirdik öz dilimizdə, öz mahnımızı dan ulduzu ilə. Bax, Avropanı qarış-qarış gəzmişik. Avropada konsert verirdik, konsert oxuyurduq. İnanın ki, tamaşaçılar ayaq üstə qarşılayırdılar. Gül çiçəyə qərq eləyirdilər. Bizi o qədər sevirdilər xaricdə. Avropalılar özü. Deyim ki, orada bizim Azərbaycanlılar vardı, yalan deyirəm. Çünki Azərbaycanın heç diasporası yox idi o Ay vaxtda. sağ olun. Razıyam mən sizinlə. Yox idi. Yox idi, yox idi. Türklər var idi, ərəblər var, amma əslində parterdə əyləşmiş hamısı Avropalılardır. İsveçlilər, ondan sonra İspanlar, Portuqallar, Belgiyalılar, onlar özləri necə bizim musiqimizi sevirdilər. Necə bizim musiqi onlar üçün elə bir göydən gəlmiş bir töhfə idi. Hər dəfə konsertdən sonra kulisə yığılırdı. Əllərində not dəftəri musiqiçilər, bəstəkarlar, Avropalılar yaxınlaşırdılar bizə, mənə, Məmməd Bağıra, Allah rəhmət eləsin. Deyirlər ki, siz oxuyanda bax bu qırtlaqda xırdalıqlar elədiniz. Onları bir də oxuyun, mahnı lazımdır. O xırdalıqları oxuyun, biz nota salaq onu. Bizə lazımdır bu.
Mən deyirdim, ay canım, axı biz bunu improvizə eləyirik. Hə də. Biz bədahətən gəlir bir. Bunun notu yox. Yoxdur. Bunun bizdə notu yox. Muğamın notu var. Aha. Skeleti var da, Aha. notu var. Amma Zəngulənin yoxdur ən azından. nə zənguləni, nə Boğazları, xırdalıqların, nə çalarların Notu yoxdur burada notu. Bacarmayacaqsınız deyə. İnan, yox, bacardılar. İnanın mənə. Mən oxuyurdum. Məmməd Bağır da oxuyurdu. Bunları da oxuyurduq. Onlar Sala bildilər nota? Nota salırdılar onlar. 20 il keçdi, 30 il keçdi. Xaricdən gələn skripka çalanlar, violonçel çalanlar, gitara çalanlar, fortepiano çalanlar gördü ki, bizim xırdalıqlarımızı İfa alətlərdə edirlər. eləyir. Bəli. İmprovizə eləyirlər, onlar eləyirlər. Hətta bizim mahnıları da çalıb, Sarı Gəlini çalırlar, başqa xalq mahnılarımızı çalırlar. Bizim xırdalıqları da eləyirlər. Dedim, biz öyrətdiyimizdir bunlara. Ona görə deyirəm ki, sağ olsun Mehriban xanım Əliyeva, bizim Sağ olsun. vitse-prezidentimiz bizim muğamları dünyaya tanıtdı. Bu böyük qələbədir. İkinci nəfəs verdi muğamımıza. Bəli, Razıyam mən bəli. sizinlə. Səhər tezdən üfüqlərdən Günəş bizə boylanardı. Mənim qəlbim ürəyimdən alovlanıb odlanardı. Mənim qəlbim ürəyimdən alovlanıb odlanardı. Sevinərdim, gülüşərdim, kövrələrdim, yadındamı? Bahçemizde yellenceydi, yellenlerdik. Biz gayrısız yellenceydi, yellenlerdik. Bahçemizde yellenceydi, yellenlerdik. Biz gayrısız yellenceydi, yellenlerdik. Sizin hansı mahnınız var ki, məndən başqa heç kim bunu oxuya bilməz Valla mənim mən kimi? nə bilim, bəlkə Siz elə deyin bir də. müğənni çıxacaq ki, məndən də yaxşı deyin də, oxuyacaq. deyin. Demirəm Təxminən. məndən yaxşı, ya bəlkə mənim kimi oxumayacaq. Məndən yaxşı ola bilər. Hansı oxuyacaq. mahnınızı? Nə bilim, elə bütün mahnıları mən ki, hansını ki mən ona can qoymuşam. Mən bilirsiniz, ana evladlarını sevən kimi. Siz bütün mən də mahnılarınıza o can mahnı- qoyun. Bəli, mən sevməsəm oxuya bilmərəm. O mahnını mən sevməsəm, ona sevgimi mən verməsəm o mahnıya, mən onu çatdıra bilmərəm tamaşaçıya. Mən sevim ki, tamaşaçı da sevsin onu. Başqa duetlərdən hansı xoşunuza gələn o var idi o vaxtı? Kifayət qədərdir də. Bizdən əvvəl oxumuş duetləri mən xoşlayırdım. Dəyişmələri daha doğrusu Zeynəb xanım oxuyurdu İslam müəllimlə. Ondan sonra Gülağa Məmmədov oxuyurdu, Elmira xanım Rəhimova Bəli, ilə bəli, oxuyurdu. bəli. Gözəl duetlər idi. Mən Çox razıyam. gözəl Həqiqətən. duetlər. Bəlkə bizdən də artıq idi, bizdən də gözəl idi. Çünki onlardan biz öyrənmişik, biz onlardan örnək götürmüşük. Sözsüz mən Şövkət xanımın mən inanın ki pərstişkarı Oxumuşdu. olmuşam, mən dəlisi olmuşam onu, o qədər sevmişəm. Allah ki, rəhmət onun eləsin. elə necə şəxsiyyətini də sevmişəm. Allah rəhmət eləsin. Onun özünü də, musiqisini də, o da mənə qarşı çox gözəl münasibətli olub. Dostluq əlaqəsi var idi aramızda. O məni çox sevirdi. Obaları oyma koyma, aman sarı gelin, aman sarı gelin, aman sarı gelin. Yalan sözmüş yardan doymak, aman sarı gelin, aman sarı gelin, aman sarı gelin. Üzün gülleyen plenin kayma, hiç olmazmış yardan doymak. Aman sarı gelin, aman sarı gelin, aman sarı gelin. Üzün gülleyen plenin kayma, hiç olmazmış yardan doymak. Aman sarı gelin, aman sarı gelin, aman sarı gelin. Eyvaz müəllimlə vəfatından öncə axırıncı dəfə nə vaxt görüşmüsüz, nə danışmısınız və vəfatı necə baş verdi? Bu barədə də bizə zəhmət olmasa məlumat verin. Bunu hamı bilir ki, maşın qəzasına uğradı. Avtomobil qəzasında. Onu toy məclisinə yollamışdım mən, göndərmişdim. Tbilisiyə getməli idi, daha doğrusu Marnaulya getməli idi. Orada bir dəyirman müdiri var idi, onun oğlunun toyu idi. Eyvazı görmüşdü. Düzünü məni də istəyirdi, amma
Elə oldu ki, mən getmədim. Eyvaz müəllim başqa müğənnilərdən götürdü. Özü də mənə dedi ki, uzaqdır, yol uzaqdır, 3 günlükdür. Və getdi. Və getdi, belə oldu. Nə bilim, bu da taleydi də. İsmət. Allah rəhmət eləsin. Allah ölənlərinizə rəhmət eləsin. Mən çox acı çəkdim, sözsüz ki. Bilirəm mən. Bilirsiniz, bu acılıq bir sevgiyə bağlı deyil. Bu acılıq hər şeyə, bütün həyatıma, həyat alt üst oldu. Çünki həm evladımın atası, həm sahibim, həm Sənət yoldaşı. sənət yoldaşım, hər şeyim idi. Allah rəhmət eləsin. Yenə də ayrılıq, yenə də hicran, çəkib qılıncını kəsdi yolları. Yenə də ayrılıq, yenə də hicran, çəkib qılıncını kəsdi yolları. Qayanaya çayan oldu, dərəni duman. Ələndi başıma dağların qaraya, ələndi başıma dağların qarı. Gözlərim birdən 10 ildə olsa, hansı bir obada bir elde olsam, qəlbimə min şübhə kədərdə dolsa, unudan deyiləm əhdi qaraya, unudan deyiləm əhdi qaraya. Azərbaycan musiqisinə töhfənizi vermisiniz. İndi son zamanlar duet populyarlaşıb. Duet oxuyanlar da kifayət qədər çoxalır. Bəli. Və bundan sonra da olacaq. Siz bir peşəkar ifaçı kimi bu yeni yazılacaq duetlərə nə tövsiyələriniz var? Bu gənclərə nə tövsiyə eləyərsiniz ki, duet yazanda bax bunları eləyin, bunlara diqqət eləyin. Açığı deyim, mən duetlərə o qədər də qulaq asmamışam. Amma mahnılara qulaq asıram. Bilirsiniz, sözsüz ki, yaxşı ifaçılar çoxdur. Var yaxşı ifaçılar, yaxşı bəstələr də var, bəstəkarlar da var. Deyə bilmərəm ki, yoxdur. Bilirsiniz, Azərbaycan şeir, sənət diyarıdır. Bəli. Musiqi diyarıdır. Qalaq-qalaq kitablarımız var. Musiqimiz əsl olmamış. Musiqimiz, poeziyamız bizim zirvədədir. Bəli. Heç bir dövlətdə bu qədər yoxdur. Bizim musiqimiz yeganədir. Çünki muğam üstündədir. Razıyam. Bizim rockımız da, cazımız da, Bəli, bizim klassikamız da, estradada, klassik estrada, pop estrada hamısı muğam üstündədir. Ona görə biz yüksəkdik, sözsüz. Amma mən tövsiyə edərdim ki, bizim musiqilərə yaban notlar, elementlər gəlməsinlər. Hindistandan, Mən sizinlə bundan Özbəkistandan, tamamilə razıyam. Qırğızstandan. Çünki bu bilirsiniz, bunlar yabandır da. Bunlar bilirsiniz, Qulağı deşir. Qulağı deşir. Lazımsızdır. Bizimki qoy bizimki kimi qalsın. Bizimki bəli. Çünki bizə bu həvalə ediblər. Bizdən böyük musiqiçilər bizə tapşırıblar bu musiqini. Bizə özəlləşdirib, biz də sizə bu musiqini tapşırıb gedəcəyik də. Heç olmasa bu musiqini saxlayın. Gedəndə rahat gedək. Bəli, ona görə deyirəm. Mən heç kəsin əleyhinə deyiləm. Mən istəyirəm ki, onlar da puxtələşsinlər, adlı sanlı müğənni olsunlar. İnşallah. Amma bunları bilsinlər. Amma qorumağı bacarsınlar. Qorumağı bacarsınlar. Musiqimizi qorumağı Biz necə bacarsınlar. qoruyub onlara təhvil veririk. Onlar da gələcək nəslə bunu bilirsiniz, Orijinal variantda. Üz ağlığı ilə. Bəli. Çünki gələcək nəsil onları suçlamasın da. Çünki bax mən görürəm ki, məndən kiçik olanlar, tələbələr, necə deyirlər, hətta müəllimlər də bu saat o musiqilərə qulaq asmaq istəmirlər. Amma bizim vaxtımızda gözləyirdilər bizim konsertlərimizi. Razıyam. Bütün işlərini tullayıb gəlirdilər, bizə qulaq asırdılar. Həminki musiqidir də. Razıyam. Heç nə deyə bilmirəm. Görürsüz, sakit durmuşam. Təranə xanım, çox sağ olun gəldiyinizə görə.
vaxtımız da az. Bitiririk, yekunlaşırıq. Bax necə gəldi, keçdi, nə sizin xəbəriniz oldu, nə mənim. Bizim layihəmizin rəhbəri Elşən müəllim artıq deyir ki, anar yekunlaşmaq vaxtıdır. Çox sağ olun. Mən sizə minnətdaram. Allah rəhmət eləsin Eyvaz müəllimə. Çox sağ olun. Azərbaycan Allah musiqisi bütün yaşayacaqsa, sizin duetləriniz də yaşayacaq. Əlbəttə Çox sağ olun yaşayacaq. əzizim. Allah Taala bütün dünyadan köçənlərinizə rəhmət eləsin. Bizim kalifə sənətkarlara da rəhmət eləsin. Amin. Sağ olanlara da can sağlığı istəyirəm. Çox sağ olun. Çünki mən onları çox sevirəm. Mən onları görüb səhnəyə gəlmişəm. Onları sevib səhnəyə gəlmişəm. Sizə də minnətdarlığımı bildirirəm ki, məni saydınız. Borcumuzdur. Necə yəni? Çağırdınız, müsahibə Çox sağ götürdünüz. olun. Çox sağ olun. Çox Sizə sağ də olun. Elşən müəllimə də Çox sağ olun. Var minnətdarlığımı olasınız. Var bildirirəm. olasınız. Sağ olun. Əziz dostlar, Nəğməli Miras bu buraxılışını Eyvaz Həsənov və Təranə Vəlizadəyə həsr elədi. Yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik. Sen ey güzel çık eyvana, koyma beni yalnız. Koyma kalım yana yana, yalvarıram ay kız. İnanmaram hər sözünə, şirin dilli oğlan. Başqa yaxamsan özünə, məndən uzaq ola. Üzdə bizi məhəbbət, bir-birimizə həsrət. Üzdə bizi məhəbbət, bir-birimizə həsrət. Bu qədərdən az olmaya, Gül çiçəksiz yaz olmaz. axır sözün nədir, gözəl biri safa gəlsən. Çox demisən bu sözləri, inanmaram mən. Sensiz keçən bircə günüm aya ilə bənzər. Bir ateşəm qoyma sönüm, eşqimi külə dönər. Şirin dilli yar əlindən aman aman aman. Şikayətim var əlindən şirin dilli oğlan. Üzdü bizi məhəbbət, bir-birimizə həsrət. Üzdü bizi məhəbbət, bir-birimizə həsrət. Bu qədərdən az olmaz, Gül çiçəksiz yaz olmaz. axır sözün nədir, gözəl biri safa gəlsən. Çox